Onlarda əsas müdafiə əsasən bürclərdə olurdu və bürclərdə müdafiəni təşkil edən əsas qüvvələr isə oxçular idi. Bir oxçunun ən düzgün müdafiə üçün durmağa olduğu yer bürcdür və bürclərin pəncərələri ox atmaq üçün daha müsait formada hazırlanırdı, yəni daha əlverişli formada hazırlanırdı. Bu formada oxlar çəkilir və düşmənə atılırdı. Amma bu pəncərələrdən yox. Hansı pəncərələrdən? Müdafiə əsasən bu tərz pəncərələrin olduğu hissədə keçirilirdi. Yuxarı hissə məhəccər adlanır, məhəccərlər. Aşağı hissə isə mazğallar adlanır. Bu mazğallar adlanan hissə xüsusi olaraq oxçular üçün tasarlanmışdı, belə desək. Daxili hissə bu formada geniş, yəni oxçuların ox atması üçün əlverişli. Xarici hissə daha kiçik. Digər düşmənlərin, qalaya hücum edən şəxslərin ox atmağı və neyzə atmaq üçün daha əlverişsiz formada hazırlanırdı. Belə ki, mən içəridə olanda rahatlıqla oxumu atıb, gizlənib, yenidən doldurub, yenidən oxumu ata bildiyim halda qarşı tərəfdəki düşmən bunu çox çətinliklə edirdi. Çünki daha kiçik bir hədəfə atış etməli idi. Və əgər biz keçmiş zamanda olsaydıq, aşağıda olanların heç bir şansı olmayacaqdı.